Yani apasındadır da yani bu birime yani bir qəza zad baş verə bilər də. Bir bərbad haldadır. Maşınlar dağılır. Kazandığımız 3 matlı kazanı o akşamaca o bir matelik evimin üstündedir. Çat verən, çökən beton panellər, üzdə qalan dəmir armaturlar. Bu görüntülər Neftçalada Kür çayı üzərindən keçən 2-ci Qaralı avtomobil yolundandır. 40 il bundan əvvəl inşa olunan bu körpü indi baxımsız qalıb. Ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti isə dəmir beton panelləri sıradan çıxarıb. Körpü bu arada nə deyəcəyin, yəni fakt göz qabağındadır da, yəni çox acınacaqlı vəziyyətdə. Yəni ağır yük maşınları da keçir buradan, nə bilim. Yəni apasındadır da, yəni bu birime yəni bir qəza zad baş verə bilər də. Əlbəttə ki, qorxulur. Fəda güya gəldilər ki, burada nəsə güya ki düzəldəcəklər, gətirdilər yalandan aseplə, nə bilim, sementi qarışdırıb, ora-bura tökdülər, çıxdılar, getdilər, bu da bunun remontu. Körpü çox pis vəziyyətdədir. Hər anda qıraq tərəflərdən yol üstünə gedəndə, körpü yollarında maşın gedəndə sirkələ bilər, hər halda qaza ola bilər. Körpü pis vəziyyətdədir, getmək olmur. Gedəndə körpümüz tərpənir, yaman cümlədir, maşınlar gedə bilmir. Sakinlər deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, sanki kimsə bu böyük problemi görmür. Gözləyirlər ki, körpü çöksün və faciə baş versin. Münaqibət ediləndə ki, yolu həddindən artıq uzun müddətli bərbad haldadır. Maşınlar dağılır, çox bərbad haldadır. Yəni biz də bir kənd cəmaatı olaraq xahiş edərdik ki, imkan varsa bunun olsun üstünə yola bir də nəzarət eləsinlər. Yəni bir asfalt nəyyətdə çox bərbad günüdür, özünüz də görürsünüz ki, çox bərbad günüdür. Maşınlar hamısı dağılır, uçulur irabətli başlayır. Göz qabağında da bu qəzalı dəndə başı oturur. Burada çekarada yoxdur da, o deşik-deşikdir. Kazandığımız 3 matlı kazanı o akşamaca o bir matelik evimin üstündedir. Qeyd edək ki, adı çəkilən körpünün uzunluğu 300, eni isə 8 metrdir. Körpü vaxtilə metal borular üzərində inşa olunub. Körpünün istismar müddəti başa çatdığından dəmir beton panellərin bəzisi korroziyaya uğrayıb. Hər dəfə ağır tonnajlı yük maşınları körpü üzərindən keçərkən beton parçaları qoparaq yerə tökülür və daha da təhlükəli vəziyyət yaranır. Körpü qəzalı vəziyyətdədir. Xahiş eləyərdik aidiyyəti qurumlardan. Bu körpüyə bir əncam qılsınlar da, nəsə eləsinlər də. Bu Kutayn cəmaatı bu körpünü Ümid körpüsü adlandırır. Bu da dağılır. Ümidimiz dağıldı da tərtəmiz. Altına girib baxın, altı tərtəmiz uçulub gedib onun tərtəmiz. Bir də orada maşın düşəcək də, maşın dağıdır. Bizimkin bu dağda görmürsünüz, maşını dağıdır da gedəndə. Problem odur. Peredoku dağıdır. Narahatçılıq yaradır da paşlayanla. Qeyd edək ki, ondan çox yaşayış məntəqəsinin əhalisi bu körpüdən istifadə edir. Hər gün bu körpüdən yüzlərlə avtomobil Kürün Şirvan tayından Muğana və ya əksinə keçir. Sakinlər deyir ki, maşınlar keçəndə silkələnən körpü hər an dağıla bilər. Maraqlıdır ki, vəziyyəti bilən aidiyyəti qurumlar hələ də susmaq haqqından istifadə edir. Halbuki qəzalı körpünün uçulması an məsələsidir və burada insan həyatından söhbət gedir. Görünür, qurumlar üçün insan həyatı olduqca ucuzdur. Hətta körpünün təmiri üçün ayrılacaq smeta dəyəri bu həyatlardan bahadır.